Qanda şəkərim yüksəkdir, amma böbrəklərim və qaraciyərim sıradan çıxar deyə oral antibiotik dərman qəbul etmək istəmirəm. Pasientlərin bizə ən çox toxunduğu nüanslardan biri budur. Burada 2 sual bizim üçün önəmlidir. Oral antibiotik dərmanlar mı ziyanlıdır, yoxsa qanda olan yüksək şəkər? Əlbəttə ki, qanda olan yüksək şəkər. Əgər uzun müddət siz qanda olan yüksək şəkərlə gəzərsinizsə, zamanla diabetin bütün fəsadları yaranacaqdır. Göz tutulumu, ürək-damar ağrılaşmaları, sinir zədələnməsi, neuropatiya, böbrəklərin zədələnməsi, nefropatiya. Ona görə əziz pasientlər, sizin şəkəriniz varsa, mütləq şəkildə oral antidiabetik dərmanmı, insulin müalicəsimi, bunu həkim endokrinoloq təyin edir. Və sizə dərman təyin etməmişdən öncə biz sizin qaraciyər, böbrək funksional testlərinizi nəzərə alaraq bunu təyin edirik. Amma siz uzun müddət qanda yüksək şəkərlə gəzərsinizsə, zamanla sizi bütün fəsadlar gözləyir. Ona görə qanda şəkəriniz yüksəkdirsə, tezliklə düzgün həkiminizi seçin ki, gələcəkdə fəsadlarla üzbəüz qalmayasınız.